Bağışlayan və mehriban Allahın adıyla. Hər kəsi xoş gördük, dəyərli izləyicilər. Allah Teala dualarımızı qəbul etsin. Qılınan namazlarımız, tutulan oruclarımızı Allah Teala bizdən qəbul etsin və gözəl bir günləri yaşayırıq. Həqiqətən Ramazan bizim ruhumuzu dirçəldir, cismimizə şəfa verir. Ramazan hər gün bizə bir töhfələr verir, yeni bir məlumatlar verir. Və biz sizə söz vermişik ki, Allahın izni ilə, Allahın lütfu ilə hər gün yeni fikirlər, mövzular sizə təqdim edək. Və ümid edirəm, insanlar artıq 17-15 gələndə gözləyirlər, xoş gəldin Ramazana qulaq asmaq istəyirlər, dinləmək istəyirlər. Biz də sizin fikirlərinizi nəzərə alaraq, istəklərinizi nəzərə alaraq suallarınıza da baxırıq, suallarınıza da inşallah veriliş boyu cavablar verəcəyik. Və ümid edirəm, hələ bizim növbəti verilişlərimizdə dua silsilələrimiz olacaq. Hər günün özünün duaları, ümumilikdə Ramazana aid olan dualar və dua mövzuları qoyulacaq. Hər kəs bilirəm ki, duaya çox böyük ehtiyacı var. Ramazan ayı gələndə insanlar biri digərinə deyir, bizə dua edin. Çünki dualar qəbul olunan günüdür. Hədislərdə qeyd olunur ki, sizin dualarınız Ramazanda müstəcabdır. Etdiyiniz əməllər, etdiyiniz yaxşılıqlar hamısı Allahın dərgahında yazılır. Və hətta nəfəsləriniz belə zikirdir, yatmağınız ibadətdir. Bugün sizi düşündürən və sizi eyni zamanda narahat edən bəzi mövzuları sizinlə bölüşəcəyik. Bugün qərarlaşdım ki, sizlərlə bu verilişi ümidlə bağlı danışam. Çünki insanlar ümidə çox güvənir. Naşükürlük, nankorluq, səbirsizlik insanı yorur. Bugün dünyada milyonlarla insanlar üzü gülür, zahirən gülürlər, amma daxilən yorulublar. Yəqin ki, mənimlə razısınız. Elə insanlar da var ki, onlar namaz da qılır, ibadət də edir, dualar da edir, qəlbində ümid azalır. Gəlin bunun kökünü axtaraq. Görək, insanlar niyə yıxılır? Niyə görə insan ruhən çökür? Buna Quran necə cavab verir? Və biz bunu araşdıraq. Quran-ı Kərim kifayət qədər insanların qaranlıq olan suallarını cavablandırır və bütünlükdə insanı kamil bir formaya gətirib çıxardır. Ey insan, sənin içində böyük bir potensiallıq var, böyük güc var, enerji var, qüvvə var. Amma çox təəssüflər olsun ki, enerjimizi, gücümüzü, qüvvəmizi lazım olan yerlərə sərf etdirmirik. Bəzən insanlar lazım olmayan yerlərdə oturar, mənasız söhbətlər edər, lazım olan məqama gəldikdə isə yoruldum deyər. Yoruldum. Çünki niyə? Sən zamanını düz sərf etməmisən, zamanını düz qurmamısan. Ondan sonra insanın o enerjisi gidəndən sonra insanda yorulmalar, baş ağrılar, narahatçılıqlar əmələ gəlir. Quran-ı Kərim bunu ümidlə və ümidsizliklə əlaqələndirir. Ona görə insan niyə ruhən çökür? Gəlin buna birlikdə qoşulub
və araşdırma edək və mən təbii ki, bu məsələləri sizlərlə Quran-ı Kərimlə bölüşəcəm. Quran-ı Kərimin gözəl cavabları var bu barədə. İnsanlar ümidsiz olur. Bəzən boş və mənasız sevginin qurbanı olur. Mən çox görmüşəm. Həyatımda çox rast gəlib. Niyə məyussan deyirəm, niyə ümidsizsən deyirəm. O ümidsizlik onu sadəcə sındırır, yıxır, dağıdır. Quran-ı Kərim Zümər surəsinin 53-cü ayəsində belə buyurur. Ey özlərinə zülm edən bəndələrim, zülm edən bəndələrim. Günahkar bəndə demir. Zülm edən bəndələrim. La təqnətu min rəhmətillah. Allahın rəhmətindən məyus olmayın. Allahdan ümidinizi kəsmin. Allah Teala bizi heç vaxtı ümidsiz buraxmaz. Ümidsiz olan insanlar Allahdan uzaqlaşan insanlardır. Tövbədən kənar olan insanlardır. İnnəllâhe yəğfiruz-zunubə cəmi'a buyurur Allah Teala. Həqiqətən mən bütün günahları bağışlayaram. Yetər ki, tövbə et. O tövbə bizim ümidimizi gerçəkləşdirir. Ümidsizliklərimizi puça çıxardır. Yəni, mənim içimdə əgər tövbə yoxdursa, mənim içimdə Allaha olan təvəkkülüm yoxdursa, o insanın ümidləri qırılır. Bu ayədə baxın, Allah Teala günahsız demir, özünə zülm edənləri deyir. Yəni, insandan böyük zalim yoxdur. İnsanın insana vurduğu zərbəni heç kim vura bilməz. Ona nəfs deyirlər. İnsan özünü alladır. İnsan özünü tora salır. İnsan özü Allahın rəhmətindən məyus olur. Allahın rəhmətindən məyus olanlar kimlərdir? Şeytanlar. Şeytanlar Allahın rəhmətindən qovulub, Allahın mərhəmətindən uzaq olub, rəhmətinə sığınmayan insanlar şeytan sifətli insanlardır. Hətta Allah Quran-ı Kərimdə belə buyurur, Yasin surəsində, Ələm əhəd ileykum ya bəni Adəm. Ey Adəm övladı, mən sizlərlə əhd bağlamadım mı ki, siz şeytana tabi olmayasınız, şeytanın ardıyca getməyəsiniz, ümidinizi itirmin. İnnəhu, həqiqətən o sizlərlə əduvvun mubin, aşkara bir düşməndir. Ona görə Allahın rəhməti yalnız və yalnız Allahı tanıyanlar üçündür. Hətta Yusuf surəsinin 87-ci ayəsində Allah Teala buyurur ki, Allahın rəhmətindən yalnız kafirlər ümidini kəsər. Kafirlər kimdir o kafirlər? O kafirlər ki, hər şeydən qurtardım deyir, həyatımın sonudur, həyatım söndü deyir, artıq onun üçün dünya bitib, onun üçün bitib, amma Allah üçün bitməyib. Nəfəs varsa ümid var. Parıltılıq, işıq, nur gələn yerdə həyat var. Düşünün ki, uzun bir gecə olmaz. Gecələr nə qədər uzun da olsa, ümid edirik ki, bunun bir işıqlığı da var. Quran-ı Kərim və Allah bizi bu rəhmət ayında qaranlıqdan işıqlığa çıxardır. İçimizdə olan o egonu götürür, ümidsizliyi götürür. Ramazan özü bir ümiddir. Ümid verir sənə. Nə qədər biz ac qalırıqsa, susuz qalırıqsa, saatlarla, illər bundan öncə isti bir günəşin altında, qızmar bir günəşin altında oruç tutan insanlar olub və biz olmuşuq və sizlər olmuşsunuz. Nə qədər istilik, nə qədər çətinlik olsa da, amma ümidimiz var idi ki, biz iftarı gözləyək. İftarda Allah biz üçün bir mənəvi süfrə açacaq. O mənəvi süfrə, bax, bu gündür, biz ona yetişdik. Qəlbimizdə o narahatçılıqları götürək. Məhz bu Ramazanda bilirsiniz nə qədər dualar olunur. Mən inşallah sabahdan dualarla bağlı xüsusi sizə
bir hədiyyələrim olacaq. Yəni Allah Ramazanda hansı duaları bizdən istəyir. Amma bu gün də yeri gəlmişkən, mən sizə bir neçə dəqiqədən sonra bir dənə surə haqqında danışacağım. O surəni bugün sizə mən hədiyyə edirəm, siz də onu əzbərləyin. Əgər bugün bizə canlı efir vasitəsilə baxırsınızsa, verilişdən sonra təbii ki, hər kəs müraciət edə bilər, onu özləri üçün yaza bilər. Yox, əgər bugün mənimlə üzbəüz oturub kanalı çevirməyəcəksinizsə, ekran başındasınızsa, bir qələm götürün. Bir qələm götürün və mən dediyim surəni öyrənin. Əgər bu surəni siz hər gün azı 10 dəfə oxusanız, mən əminliklə sizə deyirəm. Əminliklə deyirəm. Çünki bu mənim sözüm deyil. Bu müqəddəslərin sözüdür, peyğəmbərlərin sözüdür. Hər kim dua və surəni mütəmadi gün ərzində oxuyarsa, Allah üçün qapılar açacaq, ümidlər açılacaq, bağlı qapılar o üçün açılacaq. Çünki dua bütün bağlı qapılar açır, ümidlər orada yaranır. Yetər ki, bir neçə dəqiqədən sonra bir surə ilə sizi tanış edəcəm. O surəni oxuyacaqsınız. Qəm, qüssə, kədər, narahatçılıq, gərginlik, depressiyalar aradan gedəcək. Çünki zamanında Allah Rəsuluna təzyiqlər oldu. Allah Rəsuluna çox böyük məşəqqətlər verdilər, çətinliklər oldu. Allah Rəsulu qalmışdı bu insanların əlində ki, ona sağ, sol, hər bir insanlar həmlə edirdi. Allahına sığınmışdı. Ya Rəbb, məni Məkkədən qovdular, məni Hiradan qovdular, məni o nurdan uzaq etdilər, Mədiniyə gəldi. Yenə də insanlar əl çəkmədilər. İstəyirdilər ki, Allah Rəsulunu ümidlərin qırsınlar. Mümkün deyildi, çünki ona hakimi mütləq olan Allah idi. Allah bir surə göndərdi Cəbrail vasitəsilə. Sənin ürəyvə əziyyət verənlər, ruhu incidənlər, sənə quyu qazanlar, ey Rəsulum, narahat olma, narahat olma, o quyu özləri düşəcək. Səni mən qaldıracam ali bir məqama. Bəşəriyyət hamısı sənə dinindən, əqidəsindən, irsindən, cinsindən asılı olmayaraq sənə, ya Muhammed, xoş gəldin, ey Allahın Rəsulu, xoş gəldin, mərhəmət, aləmlərə rəhmət olan Peyğəmbər sənsən deyəcəklər. Allah Rəsuluna hər kəs inanacaq. Niyə? Allahın nəzəri var idi. Ümidlər kəsilmədi. Allah Rəsulu bizim üçün bir nümunə etalondur, yol göstərəndir. Bir surə tələsməyək. Bugün mənim bir qonağım var. Hər gün olduğu kimi dəyərli Vasif Əzimov qardaşımdır. Allah razı olsun, xoş gəldiniz. Mən bilirəm, bu mübarək Ramazan ayında işləriniz çoxdur, amma dəvətimizi qəbul etdiyinizə görə və siz də bir mənəvi adamsınız və sizlərlə biz müzakirələr çox aparmışıq. Amma həqiqətən, dəyərli qardaşım, bir neçə dəqiqədən sonra sizdən təbii ki, bir ilahi alandan sonra bir surə mənim diqqətimi çox cəlb edir. Hətta mənim həyatımda sıxıntılarım olub, çətinliklərim olub. Zaten elə bilmişəm ki, o bataqlığın içindəyəm. O surə məni çıxartdı. O surə məni bütün çətinliklərimi, maddi, mənəvi, fiziki, ruhi, bütün halımı gözəlləşdirdi. Mən istəyirəm onu bizi dinləyicilərlə tanış olan insanlar, əzizlər, dostlar, heç məni bəlkə də tanımırlar, amma bizi ekranda izləyirlər, onlar qoy öyrənsinlər və bu Ramazanın bir hədiyyəsi olsun bizdən. Sabah da bir dua ilə bağlı bir açıqlama verəcəm. Məndən çox dua istəyirlər ki, bəzən deyirlər ki, ruzim kəsilib, ruzim sıxılıb. Bunlar hamısı Allahın əlindədir. Amma Quran-ı Kərimin bizə bir öydü budur ki, məyus olmayacaqsan. Dünyadır. Dünyada enişli, yoxuşlu həyat var, məşəqqətlər var. Amma məşəqqətlərdən çıxmaq üçün nə yaxşı ki, sənə Rəbbim şükürlər olsun, bizə Quran göndərmisən. Bizim yol göstərənimiz var, bir mayakımız var, Rəbbimiz var. Ona görə
heç vaxt ümidinizi kəsməyəcəksiniz. Bəzən cavanlar məni görür, deyir, depressiyadayam. Niyə depressiyadasan? Yox, depressiyadayam. Mən kimsəni sevirdim, alınmadı. Bir qapıya getdim, alınmadı. Və sonradan mən ona Quranla, Allahla danışandan sonra, bir müddətdən sonra deyir ki, nə yaxşı ki, alınmadı. Qapılar səhv düşüb. Bəli, o qapılar səhv düşüb. Ona görə xoş gəlmisiniz deyirəm. Sağ olun, hacı. Və bizi izləyin, əziz dostlar. Hələ o surə haqqında da geniş bir məlumat verəcəm və sonra ibrətlik bir şəxsin ümidinin son həddində Allah ona necə yardım etdi. O barədə inşallah biz söhbət eləyəcəyik. Buyurun, Ramazan necə keçir? Hacı, sağ olun dəvətinizə görə, var olun. Allah sizi var eləsin. Allah sizi bizə, bu xalqa, millətə çox görməsin. Çox təşəkkür edirəm. Salamlayıram bizi ekran qarşısından izləyən bütün tamaşaçılarımızı. Allah tutduğunuz orucları, qıldığınız namazları, etdiyiniz duaları qəbul eləsin. Nə xoş ki, dəvət eləmişsiniz və bugün də bir saat ərzində, bir saat yarım ərzində bir mənəvi süfrədir bu da. Nə qədər qidalana bilsək, inşallah ki... Bəzən həyatda olur, bəzən insanlar var 5 saat bir yerdə oturur, elə bil sanki belə bir yarım saat olur. Bəzən insanlar yarım saat ərzində o qədər bir narahatçılıq olur, deyir ki, haçan bitər və yaxud da... Amma bu bizim verilişimiz, açıq sizə deyirəm, 45 dəqiqə təqribən davam eləyir. Amma bu 45 dəqiqə ərzində yeri gəlmişkən fürsətdən istifadə edin, bunu da deyim. Hər gün səhər imsaka doğru 06:10-da təqribən xoş gəldin Ramazan başlayır və buradan hər kəsə elan edirəm. İnşallah səhər çağı yerinizdən durdunuz, oruç tutan insanlar. Bir MTV Azərbaycana da çevirin, orada bizim çıxışlarımıza baxın və bir neçə dəqiqədən sonra bugünün və sabahın imsak və iftarlarını inşallah sizə deyəcəyik. Bakı vaxtı ilə təbii ki. Buyurun, zəhmət olmasa hacı. Söz sizindir. Yəqin ki, siz ifa ilə inşallah ilahinin sözü deyirsiniz. Biz ilahı oxuyarıq Ramazana aid. İnşallah icazə versiniz. İnşallah, xoş olar. Ya Allah. Buyurun. Ramazan ki qərq eləyən uğra cahan, fürsətdir bu cəhd elib insan, hər gün yada salsın yaradan. Allah bizə vermiş Ramazan ki qərq eləyən uğra cahan, fürsətdir bu cəhd elib insan, hər gün yada salsın yaradan. Ayların sultan sensen, saklayan iman sensen, hoş gelipsen mahi Kur'an, dertlerin dermanı sensen. Ey dertlerin dermanı Ramazan, Ramazan, 11 ayın sultanı Ramazan, Ramazan.
hikmeti budur ki her bir emel Allah diyen olsun. Sende min zövqi sefa var, sende rahmet var, şəfa var. Sende bağ-ı cennet ətri, sende bəxşiş var, əta var. Ey dertlerin dermanı Ramazan, Ramazan, 11 ayın sultanı Ramazan, Ramazan. Ey dertlerin dermanı Ramazan, Ramazan, 11 ayın sultanı Ramazan, Ramazan. Teşekkür edirəm Hacı, çox sağ ol. Həqiqətən dərdlərin dərmanı Ramazan nə gözəl düşünülüb, nə gözəl yazmısınız. Ey Elə Mahi bilirəm ki, elə Qur'an. müəllif də özüsüz. Sözləri bunun bizim değerli şairimiz, ustadımız Eşen Xızara aittir. Allah salamat Sözləri eləsin, Allah nə var eləsin. gözəl. Belə həqiqətən dərdlərin dərmanı, ruhə dərman. Bugün ümidsizlik özü bir xəstəlikdir. Bəli. Onun müalicəsi yalnız Allahdır. Ümid çox önəmli məsələdir. Mən siz o ilahı oxuya-oxuya mənim yadıma nə düşdü? Həzrəti Yaqub Peyğəmbərin həyatı Quran-ı Kərimdə vəsf olunur. Təsəvvür eləyin, Allah göstərməsin oğul itkisi. Çox çətindir biz nə qədər də desək, çünki həyatda bir neçə imtahanlar var. Allah Teala Quran-ı Kərimdə buyurur, mən sizləri acılıqla, susuzluqla, övlad itkisi ilə, mal itkisi ilə, xəstəliklə imtihan eləyərəm. Sonra buyurur ki, siz əgər bunların müqabilində ümidlərinizi itirməyib və mənim əlimdən çıxan bir şey Allah belə istəyib deyirsinizsə, Allah buyurur ki, mən müjdə xəbər verirəm səbr edənlərə. Yəni və bəşşirə sabirin nə deməkdir? Allahın bir işarətidir ki, səbr edənlərə bir ümidin qırılmaması bizim üçün Həzrəti Yaqub Peyğəmbərin dastanı bir hekayədir. Yəni, oğlu Yusuf gözünün önündə qardaşları gəlir, deyir ki, atacan qurd yedi və onu quyuya atdılar. O qanlı bir parça libası gətirdilər. Müxtəlif burada mövzular var, ona toxunmaq istəmirəm. İllərlə ayrılıq yaşadı. Hətta Quran-ı Kərimin təbiricə desək, Yaqub Peyğəmbər oğlu Yusufin dərdindən o qədər ağladı ki, Quran buyurur, bəli, وَبْيَزَّتْ اَيْنَاهُ وَهُوَ كَزِمْ gözlərinin qarası ağardı. Amma Yaqub bilirdi mənim oğlum sağdır. Bilirdi mənim oğlum ölməyib. Qardaşlarının fitnəsidir, onu quyuya salıblar. İnanırdı. Amma oğul itkisi, intizar çox ağır məsələdir. İllərlə ayrılıq yaşadı. Amma bilirsiniz, Həzrəti Yaqub nə dedi? Hər kəs gəldi, dedi ki, baş sağlıq verirəm sənə, oğlun tərəfindən başın sağ olsun. Heç ümidin qırmadı, çox rahat idi. Deyirdi, mən yalnız və yalnız kədərimi Allahla bölüşürəm. Mənim şikayətim yox. Verəndə, alanda, mənim əlimdən bir güc yoxdur ki. Bu qədər həyatda baş verən hadisələr, olaylar bizim gücümüzdən xaricdir. Bizim düşündüklərimizdən tam uzaqdır. Mən bunu bilirəm ki, Həzrəti Yaqub ona görə məyus deyildi ki, ümidini itirmirdi ki, Allah'ın tanıyan ümidsiz ola bilərmi? Allah'ı ürəklə qəbul edən, əgər Allah'ın izni olmadan bir yarpaq yerə düşərsəm, Allah'ın izni olmadan bir yarpaq yerə düşərsə, izni olmadan, Allah'ın izni olmadan bir hərəkət mümkün deyil etmək. Belə olan halda mənim həyatım ona bağlıdırsa, mən niyə kədərlənməliyəm? Həm də çox üzr istəyirəm.
Elə o dastanda bəzən bir şeyə çatmaq istədiyin, əldə eləmək istədiyin şeydən bəzən vaz keçməlisən. Necə ki, Həzrəti Yaqub axırda Yusufindən vaz keçdi. Bəli. Ondan sonra Yusufinə qovuşdu. Mütləq. Müəyyən məsələləri əldən verməsən, o məqamlara çata bilməzsən. Çətinliklər keçməsən, rahatçılıq olmaz. Bəli, görürəm insanlar narahatdılar. Mən bir surə demişdim. O surəni, əlbəttə, məqamı çatdı. O surə kiçik bir surədir. Yenə də qeyd edirəm, o surəni öyrənin. O sizin ömrünüzün sonuna qədər, o sizə dilinizin əzbəri olsun. O surənin adı İnşirah surəsidir. Bəli, könülləri açır, ruhları açır. Bugün dediyimiz depressiya anına gəlmək, depressiya halına gəlməyin səbəbi nədir? Çünki ruh halı yoxdur. İnsanın ruhu öləndə hər şey ölür. Cisim xəstələnə bilər. Vay o gündən ki, insanın ruhu məhv ola. Bu surə bizim ruhumuzu, bizim çətinliyimizi aradan qaldırıb, bizi pərvaz etdirəcək ruhlar aləminə, mələkut aləminə. Surənin adı İnşirah. Mən yavaş-yavaş bu surəni oxuyacağım və tərcümə də qeyd etmişəm. O qeydləri mən sizlərlə bölüşəcəm. Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban Allahın adıyla. O Allah ki, bu dünyada müsəlman və kafirə rəhm edər. Hər kəsə. Çünki yaradan odur. Allaha qarşı üsyan da etsən, Allah səni yaradıb. Allahın vəzifəsidir bizi yaşatsın. Ər-Rəhim yalnız inanclı insanlara yardım edəcək. Ələm nəşrah ləkə sadrak. Ey Peyğəmbər, ey mənim dostum, Musa bəy. Həzrəti Muhammed. Həzrət Muhammed. Bəli, ey Muhammed, məgər biz sənin sinəni açmadığımı, sənin ruhuvu gözəlləşdirmədiyimi, cismivi gözəlləşdirmədiyimi, sənin çətinlikləri və son qoymadığımı bütün Məkkə üstüvə gəldi. Bütün Məkkə sənə qarşı təzyiqlər içindeydin. İnşirah. Çətinliyə düşdünüz, inşirahı oxuyun. İnşirah nədir? Daxili genişlik. Sənin ruhun genişlənəcək. Ələm nəşrah ləkə sadrak. Həzrəti Musanın da belə bir duası Bəli, var. onun da duası var. Fironla görüşə gedəndə. Bəli, Fironla görüşə gedəndə, bəli. Allah buyurdu, Peyğəmbər, səni çətinlikdən mən xilas edəcəm. Səni mən qoymayacam, düşmənlər sənə qarşı hücum etsinlər. Onların məkirləri özlərinə qalacaq. Və vada'na ənkə vizrək. Sənin yükünü azaltmadığımı, bu yük, məsuliyyət yükü var, ailə yükü var. Baxın, hər kəs bizi burada izləyir. Bizim üzərimizdə nə qədər məsuliyyətlər var? Ailə məsuliyyəti, dost məsuliyyəti, öz məsuliyyətimiz, kənar məsuliyyətlər. O məsuliyyətlərdən xilas olmaq istəyirsənsə, yükün azalsın, çətinliklərdən xilas olasan, İnşirahı oxu. Və vada'na ənkə vizrək. Sənin üzərindən o çətinliyi, o ağırlığı götürmədi kimi. Əlləzi ənqaza zəhrək. Hansı ki, sənin belvi bükən o ağırlıq. Hansı ki, sən çox narahat idin. O ağırlığı səndən götürən biz deyilik mi? Və rəfə'nə ləkə zikrək. Biz sənin adını, sənin şanını, sənin hörmətini uca etmədik mi? Məkkədə bir uşaq dünyaya gələ, bir körpə, adı Muhammed. Muhammed heç kim tanımaz. Bəşəriyyətin xeyirxahı. Hətta bütün kənar insanlar gələrdi. Ya Muhammed, buna əmanət verirəm, saxla. Rəhmətən lil aləmin. Aləmlərə rəhmət olan bir Peyğəmbər, yetim ikən səni biz uca məqamlara qaldırmadıq mı ey Muhammed? Sən də ucalacaqsan, əgər İnşirahı oxusan. Sən də çətinliyə düşdüyün zaman İnşirahı oxu. Fə innə mə'al usri yusra.
Fə innə mə'al usri yusra. Həqiqətən hər çətinlikdən sonra bir rahatçılıq var. Heç kim deyə bilməz. Həyatda mən hər zaman bunu müzakirə edirəm. Tam bədbəxt insan yoxdur. Tam xoşbəxt insan yoxdur. Bunu mən isbatlar etmişəm. Bunu Quran bizə buyurur. Nisbidir bunlar. Mənim aləmimdə də və Quran aləmində də, fəlsəfədə də belədir, nisbidir. Tam xoşbəxtçilik yoxdur, tam bədbəxtçilik də yoxdur. Tam sən ömür boyu, sən o çətinlikdə olmalısan, belə bir şey yox. Sən çıxacaqsan o bataqlıqdan. Sizi çətinlikdə xəlq elədi. Bəli, çətinliyin içində, məşəqqətin içində biz yaratdıq sizi ki, rahat olasınız. Fə innə mə'al usri yusra. Həqiqətən çətinliklə birlikdə asanlıq var. Hər çətinlikdən sonra bir rahatçılıq var. İnnə mə'al usri yusra. Çox maraqlıdır. 2 dəfə təkrar olunur. Niyə təkrar olunur? Niyə? Allah bir kəlmə ilə, bir cümlə ilə, bir ayə ilə fikri bitirə bilməzdimi? Niyə 2 dəfə təkrar olundu? Bu bizə aiddir. Çünki insan çətinliklərdə ümidini tez itirir. Bir çətinlik, ikinci çətinlik, ümid itdi. Allah Teala bunu təkrar olaraq deyir ki, ümidini itməyəcək, sıxılmayacaqsan, çətinlik üstünə gəlsə, sən rahat olacaqsan. Bil ki, sənin Rəbbin sənə böyük bir xeyir verəcək, rahatçılıq verəcək. Fə-idə fərəqtə fənsəb. Boş qaldığın zaman yenə qalx, dayanma, hərəkət elə, ibadətə yönəl. Bu kiçik bir surədir, amma məzmun cəhətdən çox böyükdür. Ona görə insanlar və ilə rabbikə fərğəb, və ilə rabbikə fərğəb son ayədir. İnşirah surəsinin bu ayə ümidin ən böyük zirvəsidir. Və ilə rabbikə fərğəb. İnsan dünyaya yönələndə sıxılacaq, bunu bilin. Dünyanı sevsən sıxılacaqsan. Dünyadan bizim əlimizdə nə var? Gecə gündüz çalış, zəhmət çək filan. Allah nəsibi nədir onu verəcək. Dünyaya bağlı olanlar sıxılacaq. Allaha yönələndə sıxıntılar gedəcək. Qəlblər yalnız Allah'ı Bəli, zikr etməklə. dünən bəli mən bunu qeyd etdim. Qəlblər yalnız və yalnız Allahı zikr etməklə rahatlaşacaq. Amma İnşirah surəsinin qəlbin necə açır o barədə mən qeyd edəcəm və son fikirlərimizi yəqin ki, bizim vaxtımıza bir 15 dəqiqə qalıb təqribən. Bəli, dualarımızla bir yerdə vaxtımız var. Bugün Ramazan ayının 5-ci günüdür. Artıq iftar vaxtı Allah nəsib etsin 18:39'dur. Bir də sabah Ramazan ayının Allah nəsib etsin 6'sıdır olacaq 24 fevral. Sabahları da biz imsakı 05:57'də edəcəyik imsak. Yəni dünən də mən bunu qeyd etdim. Bugün də təkrar olaraq qeyd edirəm. Bizim əlimizdə olan təqvimdə imsak yazılıb. Bəzən insanlarda çaşqınlıq var. Burada nədir məsələ? Sonra sübh azanı gəlir. 06:02'də sübh azanıdır. İmsak o deməkdir ki, yəni bizim bütün yemək içməyimiz artıq o zamana qədər dayandırılacaq. Dişimiz fırçalanacaq. Allahım mən hazıram. Və o günü sən Allaha görə oruç tutacaqsan və bir daha veriliş arası mən qeyd edirəm ki, sabah hər gün bizim verilişimiz inşallah sabah 06:15-10'da artıq hər gün səhər davam edəcək. İnşallah baxın, rəyləriniz bizim üçün də çox önəmlidir. Bura qədər və təbii ki, dualara da bizim zamanımız olacaq və İnşirah surəsindən bugün ümidlər qırılmazsa, ümidsizlərə ümid verən İnşirah surəsi onun içində bir duadır. Bu nə deməkdir? Birinci, insan keçmiş nemətlərini xatırlayır. Yəni, mənə Allah keçmişdən nə nemətlər verib. İkincisi, yükün əbədi olmadığını Allah Teala bu surədə bizə bildirir. Sənin yükün, ağırlığın əbədi olmayacaq. Üçüncüsü, Allah Teala İnşirah surəsində bildirir ki, çətinliklərdən sonra mütləq sənə çıxış yolu olduğunu Allah öyrədir bu surədə. Dördüncüsü, hərəkətə davam. İnsan oturarsa, insan hərəkət etməzsə, durğunluq olarsa, bu özü böyük bir təhlükədir.
Bəzi insanlar var, əl üstə qoyub və belə bir söz deyir. Yox, artıq bitdi. Yox da getmirəm, etməyəcəm. Hələ bura qədər imiş mən ki, belə bir şey yoxdur. Və ən nəhayət ümidini Allaha bağla. Çünki Quran-ı Kərimdə xof və rəca anlayışı var. Nədir xof? Qorxu. Rəca nədir? Ümid. İnsan nədənsə qorxmalıdır. Bəzi adamlar deyirlər ki, yox, Allahdan niyə qorxaq ki? Mən demirəm, Allahdan qorxun. Allahdan qorxun yox. Allah'a sevin. Amma onun içində bir qorxu da var. Vaxtımız azdı, amma icazə versəydiniz, sizə az vaxt ayırdıq yəqin ki. Amma bir gəncin, ümidsiz bir gəncin ümidini sizə mən demək istəyirəm. Bir gənc daim zikr və dualarda idi. Gecə gündüz dua eləyirdi. O qədər dua edirdi ki, hətta son ümidləri var idi ki, dua ilə düzələr, zikr ilə düzələr. Amma gecikirdi. Yatır yuxu aləmində, şeytan ona vəsvəsə edir. Şeytan belə deyir, bu qədər niyə zikr edirsən, dua edirsən? Allah, Allah deməklə Allahdan sənə bir qulum qəbul etdinmi, cavabı gəldimi? Niyə bu qədər dua edirsən? Artıq duanı bağla. Vəsvəsədir də. İnsan bu vəsvəsə ilə ayılır, bu yuxudan ayılır. Öz-özünə deyir ki, düzdür də mən illərlə, aylarla zikr və dua etdim, qarşılığında bir şey görə bilmədim. Tərk eləyir, duanı da tərk eləyir, zikri də tərk eləyir. Mən də artıq etməyəcəm, niyə dua edim ki? Zaten duam qəbul olmur, dedi. Aylar keçir. Yuxuda Həzrəti Xızır diri peyğəmbərdir. Bir neçə peyğəmbər diridir, bir də Xızır yuxusuna girir. Niyə sən duaları tərk etdin, dedi. Niyə zikri tərk etdin, dedi. Artıq etmirəm, yoruldum, ümidim kəsildi. Allah ki, məni eşitmir, dedi. Görün Xızır peyğəmbər nə dedi. Dedi, ey Allah qulu, sənin Allah deməyin onun buyur deməsidir. O səni xatırlamasa, sən onu zikr edə bilməzsən. Sənin ona olan sevgin, onun sənə olan lütfüdür, ihsanıdır. Hər an ya Rəbb deyəcəksən. Yuxudan ayılırsan ki, ilahi, mən qəflətdəydim. Ya Rəbbim, məni bağışla, məni bağışla və ümidlərini düzəldir. Bir zaman keçir və bütün çətinlikləri, bütün narahatçılıqları aradan gedir və Allah ona öz varlığını sübut eləyir ki, dua edəcəksən, ümidin qırılmayacaq. Və dua edəcəksən ki, Allah sənin üçün rəhmət qapıları açacaq. Çünki İnnehu huvel gafurur rahim. Dualarda da bu var. Quran-ı Kərimin ayəsi də var. Allah həqiqətən bağışlayan, görən, mərhəmətlidir. Allah qulunu tərk etməz, qulunu buraxmaz. Bizim nə qədər təqribən vaxtımız var? 6 dəqiqə vaxtımız var. 6 dəqiqə nəsə bir... Əgər icazə versəz sadəcə bir münacət oxuyaram. Bəli, zəhmət olmasın. Bəli, münacət onun dalicində bir dua eləyər inşallah. Buyurun. Fondakı musiqini saxlayan zəhmət olmasın. Gözəl Allah bu ayın hörmətinə eylə kərəm. Nə günah eyləmişik, üstünə çək əhvi qələm. Gözəl Allahım alınmaz sənin imkanından. Bizə itam eləsən süfre-i ehsanından. Gözəl Allah bizi imanla apar dünyadan. Olmayaq məhşər səhne-i məhşərdə xəcil tahadan. Ruzi məhşərdə xuda xoş elə əhvalımızı, sağ elə lütf elə ver
name-i emalımızı. Bu günahkarlara ya Rab, bu günahkarlara yüz rahmetini ihsan et. Bu meriz sinelere lütfin ile derman et. Yatır Allah, yatır Allah içimizde bu cefa dalgaların. Aç bizim kollarımızdan bu bela halgaların. Bizi zincir günahtan özün azad eyle. Bu xəraba qalan iman evin abad eyle. Gözəl Allah, gözəl Allah bizi sabit qədəm et taətdə. Ləkkəmiz olmasın İslami olan qeyrətdə. Mənim ört, gör nə gözəl duadacaq. Mənim ört, eybimi Allah kiməsə bildirmə. Ramazanda məni əhv eyləməmiş öldürmə. Elşana baxma ki dünyada günahın çoxdur. Allahın bir adı rəhmanlısa müşkül yoxdur. Allah qəbul eləsin. Amin. Çox təşəkkür eləyirəm, əziz qardaş. Səsə bərəkət, nəfəsə bərəkət. Həqiqətən bütün hər kəsin Ramazanları xeyirli olsun, xoş gəldin Ramazan deyək. Artıq dua zamanıdır. Çünki münacatdan sonra duanın yeri var. Çünki qəlblər o zaman ki titriyir, qəlblərdə bir aramlıq olanda bizim də dualarımız ümid edirəm ki, mümkündür ki, bu kövrək qəlblərlə Allaha yalvaraq. Ey Rəbbim, ey ilahi, sən mənim ümidimsən, sən mənim dayağımsan. Sən mənə atadan, anadan, şah damardan yaxınsan. Hər kəs məni tərk etsə, sən məni buraxmarsan. Məni bu mərhəmət ayına xatir qapından əl boş qaytarma ya Rəbbim. Ya səri-ər-rida, ya səri-ər-rida. Ey gec küsüb tez barışan Allahım. Dua etməkdən başqa heç bir şeyə ümidim yox. Məni tərk buraxma. Məni öz başına buraxma, ilahi. Qəlbim yorulubsa, ümidimi artır. Yolum qaralıbsa, nurunu göstər. Əlim boşdursa, mərhəmətinlə doldur. Məni öz rəhmətindən məhrum etmə, ya Rəbbi. Ya Rəbbi, ey ilahi. Sənin adlarından biri də Ya Fəttah, Ya Fəttah. Qəlbimə bir çıxış yolu aç ki, onunla rahatlaşım. İlahi, harda olsam, məkanından, zamanından asılı olmayaraq, sən məni görürsən, sən məni eşidirsən. İlahi, yaralı qəlbimizə özün məlhəm elə, ya Rəbbim. İlahi, bu axşam qəlbi yorğun olanların duasını qəbul et. Ümidini itirmək üzrə olanlara öz nurundan pay ver. Ya Rəbbi, ey ilahi, məni bir göz qırpımı qədər də nəfsimə buraxma. Qorxularımı ümidə çevir, çarəsizliyimi təvəkkülə çevir. Kədərimi sənə yaxınlığına çevir. Ey Allahım, bəlkə də bu axşam bir insan deyir, artıq bitmişəm, yorulmuşam deyir. O insana bir işarət göndər.
ona hiss etdir ki, sən onu tərk etməmisən. Bizi öz razılığına çatdır. Qəlbimizi sənə bağla, ümidimizi diri saxla. İlahi, millətlər arasında, dövlətlər arasında sülhü bərqərar elə. Müharibəni, fəlakəti yer üzündən götür ya Rəbbim. Bu Ramazanı son Ramazandan qərar vermə. İlahi, vətəninə, dövlətinə, millətinə xidmət eləyənləri mühafizə elə. Ölkəmizi və ölkə başçımızı qoru ya Rəbbim. Zamanənin şərlərindən, fitnələrindən, sehir və cadudan, yeraltı, yerüstü təbii fəlakətlərdən mühafizə elə ya Rəbbim. Öz rəhmət və xatir. Borcu olanların borcularını əda elə. Qəbrəstan əhlinə mərhəmət elə. İlahi acıların, kimsəsizlərin, möhtacı olanlar duaya möhtacdır. Varlı, kasıb, zəngin cinsindən asılı olmayaraq əllərimizi sənin dərgahına qaldırmışıq. Allahım, məyus qaytarma ya Rəbbim. İlahi, Azərbaycanımızı və Azərbaycan hududlarından kənarda balalarımız təhsil alır, elm ocaqlarında xidmət edirlər. Onlar Azərbaycanımızın müəllimləridir, mühəndisləridir, həkimləri olacaq. Ya Rəbbim, o övladlarımızı da qoru. Şagirdlərimiz, tələbələrimiz dua istəyib, onlara zehn açılığı əta et, ya Rəbbim. Heç valideyni övladın yanında, övladı dostlarının, doğmalarının, ailəsinin yanında utandırma, ya Rəbbim. İlahi, aqibətimizi, axirətimizi, sonluğumuzu xeyr elə. Mən bilirəm, İlahi, bu Ramazan ayında çox böyük neymətlər vermisən. Bizə qüdrət vermisən, bizə həyat vermisən, ruzu vermisən, günü gündən çoxalt, ya Rəbbim. Bəzi ailələr mənə xahiş etdilər, ailə qura bilmirlər, çətinlikləri var. Ya Rəbbim, onları asan elə həyatların, ya Rəbbim. Sənə and verirəm Cəlalımın xatirinə. O valideynlər, o doğmalar, böylər, ağbirçək, ağsaqqallarımız indi torpaq əsiridir. Bu Ramazana xatir onların da ruhlarını şad elə, şəhidlərimizin ruhlarını şad elə, xəstələrimizə, qazilərimizə, yaralılarımıza acil şəfalar ver. Sənin rəhmətinə sığınıram. Çünki səndən başqa bir mərhəmət sahibi yoxdur, ya Rəbbim. Ey aləmlərin Rəbbi, sənə sığınıram, səndən yardım istəyirəm. Duaları bizdən qəbul et. Həqiqətən sən hər şeyə qadir və duaları qəbul edənsən. Amin, amin, amin ya Rəbbəl aləmin. Ümid eləyirəm dualarımız Allah dərgahında qəbuldur və əziz televiziya tamaşaçıları, bizləri canlı izləyən hər kəsə inşallah hər gün Ramazan boyunca 17-15 sizlərlə canlı bir yerdəyik və sabah da İmsaka durduğunuz zaman Allahın izni ilə MTV Azərbaycanı açın və bizim orada çıxışlarımız var. 0610 Allahın izni ilə sizlər bizim əzizlərimizsiz və biz də inşallah çalışdığımız qədər sizlərə bu bir ay boyunca xidmətlər edək. Allah sizlərə yar və yardımcı olsun inşallah. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuh. Allahın amanında görüşmək ümidi ilə.